Rusiyanı dilə tuta bilməyəcəklər. Bunu özləri də başa düşürlər. Rusiyanı dilə tutmaq mümkün deyil. Bəli. Bəlli parametrlər var. Rusiya o parametrlərdən kənara çıxmayacağını dəfələrlə bildirib, yəni işğal edilmiş ərazilərdən. Hələ üstəlik işğal edilməmiş Ukrayna torpaqlarından istəyir. Bəli. Bu həyasızlığın ən yüksək pilləsidir. Əlbəttə. İndi bu mənim zənnimcə, mən öz şəxsi fikrimi deyirəm. Əgər Trumpın bu tərəddüdləri, o tərəf bu tərəfə nalamuxa vurması olmasaydı, Rusiyanı yola gətirmək mümkün idi. Qorxu çox pis şeydir. İndi bu Tomahawk tipli raketləri verəcəm dedi, vermədi. İndi də vermək haqqında düşünmür. Ondan sonrasına Ukraynaya silah göndərilməsi üçün də xeyli zəifləmə var. Ukrayna özü də pulla alır, Avropanın verdiyi pulla alır. Bax, belə şəraitdə, Bəli. Putin çox narahat olur. Mən qorxuram ki, Putin bizim prezidenti Avropaya neft və qaz göndərməmək haqqında məsələləri onunla müzakirə etsin. Amma o qədər də dərin əmin deyiləm. Niyə? Çünki özünün qazı tökülüb qalıb. Ortada. Nefti qalıb ortada, bəli. Özü neftini də Bakı Novorossiysk xətti ilə Azərbaycana ötürür, göndərməkdə davam edir. Qaz isə, qaz məsələsində Azərbaycan ona, mən bunu bəlkə də yanlış edirəm deməkdə, çox kömək edir. Azərbaycana qaz lazımdır, Azərbaycan qazı Türkiyəyə göndərir, Azərbaycan qazı hətta İrana göndərir. Ona görə də təkcə elə düşünülməsin ki, Azərbaycan Rusiyadan aldığı qazı Avropa ölkələrinə. Bəli, Bolqaristana göndərir, öz qazıdır o, Azərbaycanın qazıdır. Macaristana göndərir, Azərbaycanın qazıdır. Serbiyaya göndərir, bu Azərbaycanın qazıdır. Yəni Rusiyanın Azərbaycana ehtiyacı artıb deyə, həm də bugünkü zəng başlayır. Bəli, mən belə hesab edirəm ki, Amerikanın sabit qədəm addımları başlaya bilər. İndi məsələn, bugün mətbuat yazıbdır ki, Trump öz hakimiyyəti dövründə ilk dəfə Rusiyaya sanksiyalar tətbiq etdi. Bunu göstərir ki, Rusiya ilə Amerikanın arası çox pisləşibdir. Pisləşməkdə də davam edir. Məsələn, Amerikanı qorxutmaq üçün Putin dünən nüvə silahı ilə bağlı olan generalların və vəzifəli şəxslərin hamısını topladı və iclas keçirdi. O iclasda nüvə silahının Avropaya yox, Amerikaya tətbiq edilməsi məsələləri müzakirə edildi. Çünki Rusiyanın silahlarının bir İskəndərlərdən başqa yerdə qalanı hamısı ballistik raketlərdir, uzaq məsafəyə Amerikanı vuran silahlardır. İndi mən bilmirəm, bunlar bir-birini qorxudur, nədir? Məsələn, mən onu bilirəm ki, Rusiya tərəfi o nüvə silahı ilə bağlı şəxsləri toplayıb iclas keçirərkən onlara deyibdir ki, nüvə sınaqlarının təcili sınağını keçirin, yəni onların saz vəziyyətdə olub-olmamasını yoxlayın və nüvə zərbəsi, ilkin nüvə zərbəsi endirməyə hazır olun. Amma burada onu əlavə etmək istəyirəm ki, ilkin nüvə zərbəsi endirməyə Rusiyanın nə gücü var, nə də silahları var.